Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bu vlog anladığınız qədər qışdan qalan vloglardan biridir və hətta videonun içindəki yeni il aksesuarlar və dekorları gördüyünüzdə anlayacaqsınız ki, yanvar ayının əvvəllərinə təsadüf edir. İstediğin şeyden giyinə bilərsən də, yazıyor bir şey yox. Yekə deyil də, yaxşıdır. Esə baxır. Burada isə sadə, rahat və isti saxlayacaq uzun bir gödəkçə axtarışındaydım. Çünki səyahətlər boyu belə bir gödəkçəyə çox ehtiyacım var idi. Tam olaraq istədiyim fasonu tapa bilmədiyimə görə burada yoldaşımla məsləhətləşirdik. Daha sonra isə gəlirik yemək yeməyə. Bəlkə də çoxları tanımır, amma bura Xaladets restoranıdır və yeməkləri həqiqətən çox dadlı olur. Əsl evdə bişirilmiş yeməklərin də adını verir. Xüsusən də xəmir yeməkləri və bu ilk dəfə sınadığımız bir yemək idi. Turşulu qovurma idi və həqiqətən çox dadlı idi. Ağızda əriyirdi sadəcə. Dolma qoydum xalçıda. Dolma qoydum xalçıda. Deməli, mən bugün gəldim sevimli salonuma, Mehriban xanımın yanına. Bura mən gəldiyimdə həmişə istirahət günüm olur. O deməkdir ki, mən burada həm gözəllik baxımına gəlirəm, həm də istirahət etməyə. İndi hal-hazırda heç kəs yoxdur, ona görə belə ikimiz rahat. Həm terapi, həm psixoloq qəbuluna gəlmiş oluruq. Onu deyim ki, bir çox prosedurlar və bir çox xidmətlər var. Amma ən əsas bizim indi eləyəcəyimiz və ən çox bura nəyə görə müraciət olunur? O lazerdir. Ağrısız lazer aparatıdır ki, birazdan sizə o haqda ətraflı məlumat verəcək. İndi Mehriban xanım bizə ətraflı məlumat verəcək bu aparat haqqında. Deməli, bu aparat istehsalı İtalyan istehsalıdır və bütün tip dərlərə, növlər, tüklərə uyğun gedir. Ağrısız, ləkə qoymadan, nəticəni də həqiqətən də verir və hər şey də göz qabağındadır. Ən əsası da deyim ki, sizə hətta xanımlar zaqardan sonra və salərdən sonra tam rahatçılıqla gələ bilər. Heç bir ləkə, qızartı falan olmur. Belə, gəlmişəm kafeyinə yenə. Kafeşkadayıq. Burada isə Jalə ilə Koreyadan gəlib. Bugün nəhayət görüşə bildik. Uzun zaman sonra görüşdük. Mən də Jalə ilə görüşdük. Nəhayət uzun zamandır ki, görüşməyə planlayırdıq, amma heç alınmırdı. Jalə Koreyada yaşayır. İndi Bakıya gəlib. Bir müddətlik tətilə, ona görə biz də görüşüb. Dedik birlikdə ünsiyyət quraq. Hamıya salam. Bugün bəzi tələbələrimlə mini görüş olacaq. Və indi ora qaçıram, tez şirniyyat alıb gedirəm. Прям вот начиная с размеров аэропорта, потом образ жизни корейцев. Вот прям это чисто контраст с Азербайджаном. В метро так тихо, так хорошо. Очередь, то, как они следуют этому, это вот самое прям... Было вот ужасные очереди на аттракционы. Это час стоять просто. Ресторан, как они называют, тип, да, эти известные рестораны. Bilməyənlər üçün və kanalımda yeni olanlar üçün məlumat verim ki, mən illərdir ki, Koreya dilini tədris edirəm və hal-hazırda Dream Korean Center-ın Koreya dili məktəbinin təsisçisi və rəhbəriyəm. Özümün də Koreyaya böyük marağım olub və 13 yaşımdan Koreya dilini öyrənməyə başlamışam. Bu haqqda növbəti videolarda ətraflı danışacağam. Öz hekayəmi və təcrübəmi də sizinlə bölüşəcəm mütləq. Və o vaxtlardan bəri elə 13 yaşlı yeniyetmənin görüntüsü var idi ki, belə bir mərkəz açım və yavaş-yavaş buna doğru gedirik. İlk başladığımda tam olaraq tək idim, yəni komandamız yox idi. Sadəcə ailəm, yaxınlarım tərəfindən dəstəyi görürdüm və bu məni ruhlandırırdı. İndi isə artıq bir komandayıq və get-gedə böyüyərək mehriban böyük bir ailə oluruq. Əgər siz də Koreya dilini öyrənmək marağındasınızsa və Koreyaya getmək kimi bir xəyalınız varsa, düşünürəm bu videonu izləməyiniz bir təsadüf deyil. Instagram vasitəsilə bizimlə əlaqə saxlayıb xəyallarınıza doğru ilk addımınızı bizimlə ata bilərsiniz. Çünki Dream ingilis dilindən xəyal deməkdir və bizim də məqsədimiz Koreya xəyalınızın həyata keçməsində sizə dəstək olmaq və köməklik göstərmək.
göstərmək idi. Bu hissədə ilk növbədə Koreyada olmuş tələbələr öz təəssüratları ilə və təcrübələri ilə bölüşürlər. Mən də öz təcrübəmə əsasən bəzi əlavələri edib, topik imtahanı yaxınlaşdığına görə burada artıq imtahan haqqında ümumi məlumatlar verirəm. Bu arada bu dəfəki görüşümüz oyun tematikasındaydı. Ona görə oyun mövzusu ilə bağlı sözlər öyrənib, həqiqətən də oyunlar oynadıq. Так как сегодня встреча посвящена играм, давайте так, кто знает, как по-корейски будет игра слово? Game. Game. Это game. Кто есть у нас в игре? Игроки. Игроки. Как по-вашему, если game это игра, как будет игрок? Геймер. Геймо это геймер и еще player. Да. İndi oyunlar oynayırıq. Bu yaddaş oynadım. Bu hissədə isə Уже все оно играет. Пойдем до победного конца. делаем апаты, вставляем руки. Ага, кто куда попал, в этом и суть заключается. Bu hissədə apat oyununun qaydalarını başa salıram. Digər videoların birində də Koreyalı rəfiqələrimizlə oynamışdıq bu oyunu. Sizə də ətraflı şəkildə izah etmişdim. Burada əllər üst-üstə qoyulur, amma təsadüfi şəkildə və istənilən bir rəqəm söylənilir və bir-bir ən altdakı olan əldən yuxarıya doğru əllər üstə çıxarılır və bu anda da say gedir. Ən son qalan əl uduzan şəxsin əli olur. 12. 1, 4, 5, 6, 7, 8, 9. 10, 11, 12. Да. Моя последняя. Нет? Bu oyunda birdən saymağa başlayaraq sıra-sıra və tək-tək ayağa durub rəqəmləri söyləməlisiniz və eyni anda eyni rəqəmi söyləyərək duran şəxslər uduzur. Aha, 시작. Bu oyunda isə 3, 6 və 9 rəqəmlərində əl çalırdıq. Digər rəqəmləri isə səsləndirirdik və bunu tez-tez etməli idik dairəvi şəkildə. Ona görə biraz çaşdırıcı idi, amma çox maraqlı idi. Может, начнем с вас? 1, 2, 4, 5, 8. 10, 11, 12. уже только Нет, а если оканчивается на 3, 6, 9, даже если там 13, 16 тоже. 13 было, 14, 15, 17, 18, 20, 21. 22. 24, 25. 1, 2, 4, 5, 7, 8, 10, 11, 12. 14. 15. Bunları paylaşıb izah etməkdə məqsədim odur ki, siz də faydalanasınız. Bəlkə aranızda kimsə komanda şəklində maraqlı oyunlar axtarışındaydı və elə bu video qarşınıza çıxar. Sonda isə səhifə üçün maraqlı kontent çəkdik. Beləliklə əslində mən tələbələri Koreya dilində danışmağa təşviq edirəm. Çünki onlar komfort zonadan çıxmasalar danışmağa başlamayacaqlar. Videonun nəticəsini isə artıq çoxdanın səhifəmizdə görmüsünüz. Hələ izləməmisinizsə oradan baxa bilərsiniz və ümumilikdə çox maraqlı və əyləncəli bir görüş keçirdik. 엘나르 씨는 한국을 왜 좋아하세요? 저는 한국의 문화와 음식. 하나, 둘, 셋. 한국을 아주 사랑해요. Görüş başa çatdı. Çox maraqlı idi. Bu gün ümumiyyətlə məndə deyəsə tələbə günüdür. Digər tələbəmlə indi görüşəcəm. O da əslində gəlməli idi. Amma gələ bilmədi təəssüf kimi səbəblərdən və əslində çoxdan da onunla fərdi tələbə olduğuna görə fərdi görüşüb məşğul olmalıydıq canlı-canlı. İndi onu gözləyirəm, çatır. Sevimli tələbəm. Nizami tərəfə, çünki bilirik ki burada, yəni Kaspian Plaza tərəfə daha doğrusu, burada mütləq nəsə tapacağıq. Ona görə ən yaxşısı dedik bura gələk. Annyeonghaseyo. 안녕하세요.
Deməli, qalxırıq 17-ci mərtəbəyə. Görək əgər yer varsa orada əyləşək. Yer yoxdursa məcburən qayıdacağıq, geri dönəcəyik. Bu arada əlimdə gördüyünüz paketlərdə tələbələrdən gələn hədiyyələr idi. Gözlənilməz olsa da çox xoş idi mənim üçün. Bu məkanı çox sevsəm də ən sonuncu dəfə çox məyus olmuşdum. Çünki həmişə çox sevərək getdiyim bir məkan idi. Xüsusən də buradakı mənzərəyə görə və bura adətən dərs oxumaq üçün gəlirdim. Çünki tam o ab-havadaydı axşam saatlarına çıxmaq şərti ilə. Amma bu dəfə məsələn Sezar salatı sifariş vermişdik, amma 2 dənə salatı bir araya yığsaq bir salat edirdi. Yəni həqiqətən yarım porsiyaydı. Bir porsiya kimi satmaqlarına baxmayaraq, daim sevdiyin və getdiyin yerə gedib belə bir şeylə qarşılaşdığında heç də xoş olmur. Daha sonra valideynlərim gilə getmişdim. Burada isə artıq növbəti gündür və rəfiqələrlə sushi date etdik. Ümumilikdə bu vloq bir neçə günə əhatə etdiyinə görə biraz qarışıq ola bilər. Ona görə üzrlü sayarsınız. Hamıya salam. Bu gün çəkiliş günüdür. Çəkilişə dəvət olunmuşam və ilk növbədə indi çıxmışam, gedirəm dırnaqlarımı yeniləməyə. Gəldim, artıq çəkiliş yerindəyəm. Birazdan studiyaya daxil olacağıq. Bu arada dırnaqlarımı tam etmədik, sadə etdik ki, heç olmasa səliqəli olsun. Bu sualların cevabı bizdə var və agentliyimizlə çalışan müəllif. Salam dostlar. Bu videomuzun mövzusu TikTok rəsmi live partnyoru olan Kego Media ailəsinə Yox, TikTok Live'ın rəsmi partnyoru. və ya haqlı olduğunuz situasiyalarda bəlkə də özünüzü müdafiə edə bilmirsiniz və ya canlı yayımlarınızla bağlı daha çox yüksəlmək istəyirsiniz, amma yüksələ bilmirsiniz. Yaxud da Və işimiz bitdikdən sonra çəkilişlər üçün nə qədər darıxdığımın fərqinə vardım. Əslində daha öncə freelance model kimi çalışdığım bir dönəm olub və bu sahədə təcrübəm də var və ümumiyyətlə bu sahə mənim hobbilərimdən biri olduğuna görə çox böyük həvəslə və maraqla bu işi görürəm. Deməli, çəkiliş bitdi. İva da buradaydı və dəstəkləyirdi. Belə deyim, çəkilişlər üçün çox darıxmışdım və bu dəfə tez bitdi. Burada isə yollanıram artıq evə, çünki çəkilişdən dərhal sonra onlayn Koreya dili dərsim var idi. Onu keçməli idim. Bu arada sizdən xahişim olacaq ki, kanala abunə olub, videonu bəyəni və rəy bölməsində fikirlərinizi bölüşməyi unutmayasınız. Bu arada qısa zamanda bir ailəyə çevrildik və artıq yavaş-yavaş sayımız artır. Buna görə təbii ki də ilk növbədə sizə minnətdaram. Hər şey sizin sayənizdədir. Burada yenə Xaladet restoranına gəlirik. Tez bazar və dadlı yemək yeyib növbəti məkana yollanmalıydıq. O da teatr idi. Gün hala gətirənə qədər yoğurmaq, yonmaq, düzəltmək bilmək olmaz. Kiməm mən? Əgər mən özümü başqalarının gözündə görə bilmirəmsə, ya Rəbb, bura haradır? Siz 2 videodunuz, yox desə 2 bilmədik. Ebi yox. Yox, mən istəyirdim də. Kimaya paralellə. Biz doymadıq. Çünki fəsəli bir dənədir, bir ədəddir. Böyük olsa da, yəni 3 nəfərə az idi. Amma indi doyduq, siqnal çatdı. Sadəcə artıq gecdə sifarişimizi vermişdik. Ona görə yeyək və gedək artıq evimizə. Ну, это просто şey düşünmək üçündür də. Понимаю. Такие запросы. Deməli, indi də gəldik, yol üstü Zaraya baxırıq. Və ən maraqlısı da odur ki, qadınlar üçün, qadınlar olan əcəldə, qadın geyimləri əcəldə heç bir şey yoxdur. Kişilər üçün daha qəşəng əşyalar var. Məsələn, orada bir dənə üst geyim gördüm. Baxın, məsəl üçün. Və qiymətlərdə ən maraqlısı odur ki, məsələn, belə bir üst geyimdir. Cəmi 79 manata. Və daha belə də hər şeylə
gedəcək, uyğun gələcək bir şey. Basicdir də, yəni oğlanlar, kişilər üçün olduğu üçün. Burada daha cool əşyalar var. Özümə mən buradan alardım, nəinki aşağıdan. Ən sevdiyim məkanlardan biri Libra. Çox sevirəm. Hə. Ora bağlı olacaq indi. Bu filialına bu arada heç gəlməmişdim, bilirdim ki var. Gedək görək. Ən sevdiyim hissə budur, biznes. Sonra fərdi inkişaf və psixologiya. Bu hissələr mənim üçün bir də ki, təbii ki, dil öyrənmə. Baxın, məsələn, Koreya dilinə aid kitablar da var. Görürsünüz, bu Koreya dili öyrənmək üçün tələbələrimlə bu kitabdan da keçirik. Ona görə buradan almaq olur. Bu arada qiymətinə baxaq. 35 AZN. Belə. Artıq evə dolma zamanı gəldi. Mağazinlərə baxa-baxa qaydırıq. Görək. Gözəl şəhərimiz. Bugün çox aktiv gün oldu. Bir gün ərzində hər şey etdik. Teatra da getdik, Şəhidlər Xiyabanına da getdik. Səhərdə başqa işlərimiz var idi. Yemək də yedik. Sonra şokoladnicaya da getdik. Lvov waffle yeməyə. Sonra mağazinlərə də getdik. Və indi evə dönmə zamanıdır. Növbəti bir videonun sonuna gəlib çatdıq. Sonadək izlədiyiniz üçün çox sağ olun. Kanala abunə olub, videonu bəyənib, rəy bölməsində fikirlərinizi bölüşməyi də unutmayın. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun.